Cəlil Məmmədquluzadə yuxu hekayəsi. Hacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı. Mərhumun dəfninə ta qəbir üstə kimi mən getməyə məcbur oldum. Və hətta axşam vaxtı sər-salamətinə də getdim. Mən özüm də getdim və ev adamımızı da apardım. Kişilər qabaq otaqda yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa. Mən girdim kişilərin yanına və salam verib keçdim yuxarı və əyləşdim. İlk Əmmaməli molla yuxarı başda diz üstə əyləşmişdi və mən oturan kimi bunların biri ucadan Fatihə dedi və camaat da başladı kimi Bismillah və kimi Əlhəmdülillah deyib öz-özünə yavaşca vird eləməyə. Otağın ortasında bir əmmaməsiz mollacıq da diz üstə çöküb, qabağında bir dəstə cildli kitabça, əlində bu kitabçaların birini gözünün yavuğuna tutub oxuyurdu. Əyləşən kişilərin də bir neçəsi əllərində bu kitabçalardan yavaşca mırtlana oxuyurdular. Bu kitabçalar Quranın cüzləri idi ki, ibarət ola Quranın 30 hissəsindən. Mərhumun böyük oğlu Kəblətağı başaşağı və qəmgin durmuşdu ayaq üstə, qapının ağzında. Hər bir içəri daxil olan salam verib əyləşəndən sonra Kəblətağı da yavaşca durduğu yerdə çökürdü dizi üstə. Və birisi durub gedəndə Kəblətağı da dik qalxırdı ayaq üstə və gedən adam üzünü evin təzə sahibinə tutub hərə bir cür təsəlli verirdi. Biri müxtəsərcə deyirdi, Allah rəhmət eləsin. Amma biri biraz dayanıb bir-iki sözdə artıq deyirdi. Kəbli, heç ürəyini sıxma. Bu dünyada heç kəs qalmayacaq. Bu dünya namərd dünyadır. Hər yaranmışın axırı ölməkdir. Bu bir Allah məsləhətidir. Bu işlərin bizə dəxli yoxdur, heç ürəyini sıxma. Mən həmd surəni oxuyub qurtarandan sonra yavaşca dedim, Allah rəhmət eləsin. Mən oturandan sonra 1-2 dəqiqə məclis sakit keçdi. Danışan olmadı, ancaq bir adam da mənim kimi girdi otağa və əyləşdi. Buna da Fatihə deyib və yenə məclis əhli həmd surə oxudular və sonra yenə sakitlik əmələ gəldi. Ancaq mənim sol tərəfimdə əyləşən Məşədi Zülfüqar mollalara tərəf üzünü tutub soruşdu. Axund Molla Əhməd, bu ay gərək kəmyək ola. Molla da başını Quranın düzündən qalxızıb dedi. Bəli, gərək kəmyək ola. Mən də Məşədi Zülfüqara tərəf döndüm və dedim. Bəli, gərək kəmyək ola. Kəmyək, yəni bir gün az. Quranın bir cüzünü mən də əmmaməsiz mollacıqdan istədim və açdım, başladım oxumağa. Dəxi bilmirəm dünyanın harasında idim ki, bir də gördüm ev sahibi Kəblətağı gəlib çöküb qabağımda və məni yuxudan oyadır. Məlum oldu ki, məni burada şirin yuxu tutub. Baxdım ki, cüzün Əlif Lam Mim surəsinin ancaq 2 səhifəsini oxumuşam. Ölüm, zülüm, cüzü qutardım, öz könlümdə Fatihə verdim. Həmd surəni oxudum və Quranın hissəsini öpdüm, verdim mollacığa və durdum ayağa. Kəblətağı, Allah öz birliyi xatirəsi üçün Məşədi əmioğlunu behiştin ən yaxşı yerində əyləşdirsin və sənin vücudun ilə onun ocağını söndürməsin. Çıxdıq dalana və Kəblətağı ucadan çığırdı. Ay uşaq, Bilqeyis bacıya deyin, Molla əmi gedir, dursun gəlsin. Bilqeyis, övrət bizim uşaqların anasının adıdır. Fanusumu dalanda yandırdılar, yəni fanarımı. Verdilər əlimə, yendim həyətə və gördüm ki, övrət evindən bir çarşovlu övrət mənim dalıma düşdü və dalımca çıxdı küçəyə. Və mən də arxayın fanar əlimdə gedirəm. Hava çox da qaranlıq deyildi və bununla belə əlimdəki fanar biraz da işıq salırdı. Hacı Mürsəl küçəsini keçdi, çatdıq Əli Murad körpüsünə. Buradan mən keçdim və gördüm ki, Bilqeyis çarşava bərk-bərk bürünüb, durub mənə tərəf baxır. Təəccüb elədim və biraz da acıqlandım və dedim, Dəxi, nə istixarə eləyirsən? Gecə keçibdir, belə gəl gedək. Arvad durduğu yerdə durub, dəxi bir yana hərəkət eləmirdi. Mən yenə təkid elədim və bu dəfə biraz da ucadan bunu çağırdım və bilmirəm ağzıma gələn bir neçə acıqlı söz də dedim. Arvad tərpənmək istəmirdi. Həmi xeyli təəccüb elədim və həmi də nəhayətsiz qeyzləndim və arvada tərəf belə söyüş göndərdim. Ay məlunun qızı, əgər mənlə zarafatın var, bura zarafat yeri deyil, gəl gedək.
Bu heyində məni heyrətə gətirən bu oldu ki, gördüm arvad dinməz söyləməz qayıdıb geri gedir. İstədim yerdən bir daş götürəm və arvadın dalıyca qaçsam, vuram baş gözü əzilsin, amma burada dayandım və öz-özümə dedim: Subhanallah, bəlkə bu bir yuxudur ki, mən görürəm. Ancaq burada bir səs eşitdim və yuxudan ayıldım. Uzaqdan bir kişi səsi Bilqeyis deyib haraylayırdı. Səs yavıqlaşırdı və baxan kimi Məşədi Cəfər əmioğlu bizim ev adamımız Bilqeyisi dalına salıb gətirir. Burada iş açıldı. Deməcinə dalıma düşüb gələn Məşədi Cəfər əmioğlunun övrəti Bilqeyis imiş. Və Məşədi Cəfər əmioğlu da arvadların içində öz Bilqeyisini tapmayıb, bizim Bilqeyisi gətirib ki, onu mənə tapşırsın və özününkini aparsın. Elə də elədi. Övrətini qulağım eşidə-eşidə məzəmmətlə saldı dalına və apardı. Bizim Bilqeyis də düşdü mənim dalıma. Və mən də bunu məzəmmət eləyə-eləyə bəlkə də söyə-söyə apardım evimizə. Uşaqlar hələ yatmamışdı. Balaca Həzər bizi görən kimi sevincək soruşdu. Dədə, hara getmişdiniz? Mən acıqla cavab verdim. Cəhənnəmə getmişdik, gora getmişdik. Uşaq səsini kəsdi.